Martın 10'u Bakıda və Abşeronda hava dəyişkən buludlu olacaq, tutulacaq, əsasən yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidməti bildirib ki, lakin 9-dan 10-a keçən gecə bəzi yerlərdə az yağıntı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Temperatur gecə 2-4, gündüz 5-8 dərəcə isti, atmosfer təzyiqi 779 mm civə sütunu olacaq. Sabah Naxçıvanda da demək olar ki, yağıntı ehtimalı yoxdur. Temperatur 3-6 dərəcə isti gözlənilir. Bəzi rayonlarda sabah arabir yağıntı olacaq, dağlıq ərazilərdə qar yağacaq, gecə və səhər şərq rayonlarında intensivləşəcək, axşama doğru tədricən kəsiləcək. Bəzi yerlərdə duman ehtimalı var, mülayim qərb küləyi əsəcək. Temperatur gecə 0-4, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüz 2-7 dərəcə şaxta olacaq.